Mənim növbəti həmsöhbətim Neftçinin 17 komandasının baş məşqçisi Elvin Məmmədovdur. Elvin bəy, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun, necəsiz? Təşəkkürlər. Elvin bəy bizimlə birbaşa Xankəndidən canlı bağlantıdadır. Hazırda istirahət prosesi gedir, mövsümlər arası. Xoş istirahətlər arzu edirik və təşəkkür edirik ki, bu istirahətdə vaxt ayırıb bizimlə söhbət edə bilirsiniz. Başlayaq elə gecənin oyunlarından məncə danışmağa. Çünki kifayət qədər maraqlı oyunlar var elə bu gecə. Play-off'un ikinci günündə. Braziliya, Yaponiya. Nə düşünürsünüz bu oyunla bağlı? Əlbəttə ki, favorit olaraq görsənən Brazilistlərdir. Braziliya həqiqətən Ancelotti'nin gəlişindən sonra daha yaxşı oyun sərgiləməyə başlayıb. Amma bu oyunda Yaponlar mənə görə sürpriz edəcək. Çünki onlar həm yoldaşlıq oyunlarını izləmişəm, həm də son oyunlarına baxanda Yaponlar həqiqətən çox döyüşkən komandadır. Bir komanda necə olmağını bir nümunəsidir. Yaponlar. Braziliyada Rafinha yenə olmayacaq. Bunu qeyd eləmək lazımdır. Zədəlidir, zədəlisi hələ ki sağalmayıb. Həkimlər deyir ki, yarım finala bəlkə çatdıra bildik. Əgər finala gedib çıxsaz, onda Rafinha'nı görə bilərsiniz. O ki qaldı heyətlərə, ümumi heyətlərə. Məsələn, biz fikir verdik ki, birinci oyunda Thiago oynayırdı ön xəttdə, səhv eləmirəmsə Braziliyada 9 nömrə mövqeyində. İkinci oyunda onu Cunha ilə əvəz elədi Ancelotti və Braziliya millisinin oyunu tamamilə dəyişdi. Ümumiyyətlə, oyun sistemi də dəyişdi. Daha belə o özlərini Braziliya kimi aparmağa başladılar belə. Nə düşünürsünüz? Bu Cunha'nın 9 nömrə mövqeyində olması ümumiyyətlə bu sona qədər bu apara biləcəkmi, necə deyərlər, millini? Yəni, son oyunda həqiqətən çox maraqlı bir dəyişiklik elədi Ancelotti. Oyunun axarını dəyişdi. Həm də elə bir əvvəlki Braziliyaya oxşamağa başladı. Həm birinə mübarizə baxımından daha yaxşı mübarizə aparırlar, komanda şəklində daha yaxşı mübarizə aparır, bir-birinə kömək olurlar və o futbolçuların da yenidən o dünyanın ön xəttə geçməsindən ön xəttə daha dişli olmağa başladılar. Və keçək növbəti qarşılaşmaya. Həqiqətən də Braziliyadan bu mundialda fərqli nəticə gözləyirəm. Braziliyadan keşi deyiləm, amma komandanın sırf Ancelotti amili mənə biraz, necə deyim, həvəs verib, həvəs yaradıb məndə ki, Braziliyanı bəlkə də biz yarım finalda görə bilərik. O, mənim ilk baxdığım dünya çempionatlarından biri idi 2002-ci il. Orada Braziliyanın o əfsanəvi heyəti falan. O, bəlkə də indiki böyük bir nəslə futbol sevdirən heyətdir. O, Nazario, Rivaldosu, Carlosu, yəni o heyətlə böyüyən, o heyətin formalarını giyinib məhəllələrdə futbol oynayan bir nəsil var indi. Kifayət qədər böyük nəsildir. Neysə, keçək növbəti, keçmişdən danışdıq, növbəti görüşən. Nizerland, Mərakeş. Həqiqətən də başa-baş bəlkə də futbol izləyə biləcəyimiz bir cütdən danışırıq. Buyurun, sizin fikirləriniz necədir? Məncə, ən yaxşı oyun bu olacaq futbol baxımından. Amma yenə də favorit olaraq Niderland daha keyfiyyətli komandadır. Heyət baxımından. Dostların heyət baxımından daha keyfiyyətli komandadır. Amma Mərakeş bura qədər də çox yaxşı futbol oynayır. Çox yaxşı futbol oynayır. Ümumiyyətlə, Niderland, buyurun. Afrikaya aid olmayan, yəni deyək ki, daha sürətli futbol oynamağa başlayırlar. Yəni, müasir futbol daha sürətlidir.